Eşidirik sizi, buyurun. Sabahınız xeyir olsun. Sabahınız xeyir. Özünüzü təqdim edin lütfen. Siz bizi eşitmirsiniz? Bizlə sözmü? Yox, sizlənəm də. Deyirəm ki, özünüzü təqdim edin, zəhmət olmasa. Doktor Kərimov, tibb elmləri namizədir. Mərkəz Dəmir Yol Xəstəxanasının şöbə rəisi. Çox gözəl. Buyurun doktor, fikirlərinizi eşitmək istəyirik. Buyurun. Cənab xanım, əsas məsələlərdən biri nədir? Dərman preparatlarının son zamanlar əksəriyyətinin xəstələrə reşidif verməsi, ağırlaşma törətməsidir. Və o hökmdür ki, ağırlaşma güclü törətsin. Kumulativ, zəif, tədricən 4-5 iynədən sonra xəstədə qeyri-adi bir hadisələr baş verir. Niyə? Məlumdur niyə? Bunu bir qısa misaldan çəkə bilərəm ki, bizim bir yoldaş Almaniyada olanda, izahatını verəcəm, Almaniyada olanda adi başqa bir şey üçün gedib və o deməli həmin şəxs, qarşı tərəf buna deyib ki, mən Azərbaycana heç bir şey satmıram. Çünki buradan gələn sizin firmaların əksəriyyəti bizdən tələb edir ki, dərmanı ucuz elə filan maddələri qatma tərkibinə. Bir dərmanın tərkibində 5 parametr var. Bunun birini eləginə, verginə mənə ucuz ver. Adı Almaniya getsin, fərz eləyək. Ay aman. Və bu tərkib, ona görə də Elmlər namizədi deyirik. Düzün deyir, bu insan düzün deyir. Buyurun. O şəxs Azərbaycanlını qovub ki, mən sizlə heç bir əlaqə, siz millətin düşmənisiniz. Aparıb millətinizi qırırsınız. Buna bir qısa bir misal çəkim. Son zamanlar mən bir 7-8 dərman preparatını Sankt-Peterburg'da toksikologiyada yoxlatdım. Və onun dalınca düşdüm ki, burada firmalar haqqında ölçü götürüb. Bizə dedilər ki, bizim öz ekspertizamız var, gelin öz işinizlə məşğul olun. Dəhşətə baxın. Fikir verirsinizmi? Bunu tibb elmləri namizədi. Bax, mən bayaq deyəndə qəribliyə salınırdı. Şöbə müdürü deyir. Almaniyada 10 antibiotikdən 8-i su çıxır. Çox hörmətli. Doktor fikrini bitirsin, xahiş edirəm, bir adama üzr istəyirəm. Birinci məsələ budur ki, dərmanlar xəstələrə kömək eləmir. Bir yax yoldaş o düzgün danışdı və yaxud da fəsad verir. Çünki dərman hazırlananda onun tərkibinə agregat maddə vururlar. O da bahalı bir şeydir ki, onun xəstəyə vurmayanda, köçürtməyəndə xəstədə reaksiya verir, çox güclü. Fəsadlar verir. Bu bir. İkinci məsələ, xəstələrin maliyyə vəziyyətinin çətinliyidir ki, axıra qədər bir xəstə absent olub qəti bir fikir söyləmək mümkün deyil. Bir-iki müayinədən sonra deyir doktor, mənim imkanım artıq yoxdur müayinə eləməyə. Mənə bir şey yaz. Bundan məsələ bitmir. Yəni bu qiymətlərin bahalı olması ilə irəli gəlir ki, o ultrasəs müayinəsi filan, analizlər bahadır, imkanları çatmır xəstələrin. Analizlər bahadır, kompüter bahadır, angiografiyalar bahadır, bir bizdə bahadır, bütün dünyada belə. Bütün dünyada bahadır. Yəni Türkiyənin özündə elə qiymətlər çox, amma üstə gəl bizdə dərmanlar keyfiyyətsizdir. Sığorta var. Həm də dərmanlar keyfiyyətsizdir, Rövşənə xanım. Bu bir. İkinci, bəs o xəstə ki, hansı ki 120 manat maaş alır, dəmli yolçudur, zülüm çəkir, gəlir daxil olur xəstəxanaya, o tam absedvət ola bilmir. Fərz eləyək, sığorta da yoxdur da, bizdə sığorta məsələsi də hələ tam işləmir. Bəli, bu 20 ildə bir dənə sığorta yoxdur ki, istənilən yerdə, istənilən vəziyyətdə mən o şəxsiyyəti yoxlayayım ki, o adam öz cibindən xərc çəkə bilməsin. Aydındır. Doktor, çox təəssüf, mən sizlə sağollaşmağa məcburam, çünki xəbərçiyə bağlanmalıyıq, amma biz kifayət qədər sizdən informasiya aldıq. Yəni, yetərlidir ki, tibb elmləri namizədi və Dəmir Yol Xəstəxanasında işləyən şöbə müdürü çox obyektiv mövqe bildirir və obyektiv. Elə biz müzakirə dediyimiz məsələləri təsdiq edirəm. Doktor, çox təşəkkür edirəm, minnətdarım. Xəbərlərə ayrılırıq. Xəbərlərdən sonra daha qızğın bizim müzakirə